Uşaqlar, indi turunu turuya vurmağı öyrənirik. Aha, deyirəm, indi gəlin turunu turuya vuraq. Deməli, turunu turuya vuranda nə hadisə baş verəcək? Əvvəla ona baxırıq. Uşaqlar, turu nə idi? Bayaq sizə dedim ha, turunu görəndə hər zaman bir qəbul eləyin. Baxın, turu vuraq turuya. Baxın, bu istisna bunlara aiddir ha. Turunu tura vuranda cavab eləyəcək hər zaman bir eləyəcək. Deydim ha, bayaqlam turunu bir kimi qəbul edin. Biri birə vuranda cavab eləyəcək hər zaman bir. İndi yaxşı, gəlin birində yazıram. Deyirəm indi məsələn, yazıram indi trueyə, yenə də qeyd edirəm, məsələn, trueyə. İndi uşaqlar, turunu indi vururam false-a. Sizcə cavab nə eləyər? Cavab nə eləyər Sıfır. sizcə? Biri sıfıra vuranda cavab eləyəcək sıfır hər zaman. Sonra indi birində yazıram. İndi yazıram ki, məsələn, indi false yazıram. False. Deməli, yazıram. False. İndi false-u gəlin vurağın false-a. Nə eləyəcək? Nə eləyər uşaqlar? Sıfır. Niye sıfır eləyir? Çünki false sözü sıfır idi. Bax, bura dəyərləri yazmışam mən. False sözü sıfırdırsa, sıfırı sıfıra vuranda hər zaman cavabımız sıfır kimi qəbul etmiş olacaq. Bundan əlavə, indi gəlirəm. Yazıram indi true. Yenə yazıram true. Aha, Turuya. İndi uşaqlar toplama əməliyyatına baxırıq. Turu ilə turunu toplayıram. Bax, bayaq dedim ki, hər zaman turunu bir kimi qəbul eləyəcəksiniz. Baxın, hər zaman istisnasız bir kimi qəbul edəcəksiniz. Uşaqlar, sizcə turu ilə turu toplayanda nə eləyər? Bax, məntiqlə yanaşın görün nə eləyər cavab. 2. Bəli, 2. Deməli, turu özü 1 idi, digər turu da 1-dir. Baxın, 3 dənə də olsa cavab 3 eləyər, ha, fərqi yoxdur. Deməli, indi baxıram. Yazıram ki, turu üzərinə gəlirəm, indi false-la toplayıram. Yazıram indi false. Aha, nə eləyər indi? Cavab eləyəcək 1. 1 ilə 0-ı toplayanda eləyəcək, nə eləyir? 1 eləyir. Aydındır yəqin ki. Yenə də uşaqlar qeyd eləsəm ki, false-la false-u da toplasam, false-u toplasam, baxın, ilk öncə f-nı bax, məsələn, kiçik yazanda bizə xəta verəcək, o cürə işləməyəcək. False yazanda cavabı 0 qəbul etmiş oluruq. Dediyim kimi, heç bir zaman bu false-dur, true-dur qarşınıza çıxanda yadda saxlayın. False, baxın, f böyüklə başlamalıdır. Bəzən yazır və onda xəta verir. Ha. Dur, xəta dediyim, yəni işləməyəcək proqram. Yəni hər zaman turunu böyüklə yazırıq. T hərfini böyüklə, başlanğıcları böyüklə qeyd eləmiş oluruq. İndi yaxşı. Yaxşı. Sizə bir məqam da deyəcəm indi. Vurmanı görəndə yadımıza gəlsin, düşsün ki, and olsun. And. Endi sizlə qeyd eləmişdik zaten uşaqlar, and. Deməli, vurma, and. Elə bilin ki, kəsişdirir. Vurma hər zaman and olacaq. Uşaqlar, toplamanı görəndə or. Yadınızda uşaqlar, biz aksesi keçəndə orla neyniyirdik? Tapanda birləşdirirdik, düzdür? Birləşdirirdik də, topluyurduq, birləşdirirdik. Əndə olanda neynirdik? Kəsişdirirdik, vururduq. Yadda saxlayın, vurmanı görəndə ənd olacaq, toplamanı görəndə or olacaq. Bəs yaxşı, burada bir dənə də not olacaq. Uşaqlar, not hissəciyi elə sizin bildiyiniz notdur, yoxdur, yəni əks eləyəcək, əksin deyəcək. İndi ona aid bir dənə də nümunə yazın. Not hissəciyinə də aid nümunə qeyd eləyəcəm bir dənə. Məsələn, indi yazıram ki, uşaqlar, not hissəciyini, bax, indi qeyd eləyirəm, məsələn, true. Görüm cavabı nə deyəcəksiniz? Nə olar sizcə? Turu nədir? Turu 1-dir. Düzdür uşaqlar? 1-in əksi nə olacaq? 0. Baxın, 0 nədir? Cavabı bizə false çıxardıb verəcək. False çıxardıb verəcək. Bax, deməli, turu özü 1-dir. Yəni, turu hədir. Belə yadda salın. Turu hədir. Hənin əksi nə olacaq? Yox olacaq. İndi bir dənə də nümunə yazıram, davam eləyək bundan. Bunlar məncə rahatdır. Deməli, notu indi bura yazacağım. Turunu yazıram. Yox, turu yox. İndi turunu yazacağım, false yazıram. Aha, false yazıram. Uşaqlar, false nədir? Yox. Yoxun əksi nə olacaq? Hə. Cavabı bizə nə kimi vermiş olacaq? True. Bir də belə bir şərt də qarşınıza çıxa bilər. Məsələn, 9 yazmam. 9 deyirəm, yazıram. Deməli, 9 bərabər 9 yazsam, uşaqa bu doğrudur da, düzdürmü? Əməllər ardıcılığı. 9 bərabər 9 nə olacaq? Bu zaman olacaq? Hə. Yazsam ki, 5 bərabər, bir dəqiqə yazsam, 7 bərabər 8, o zaman mənə cavabı false kimi
yəni false dəyərini çıxardıb vermiş olacaq. Başa düşürük şagirdlər burada. Sualımız var. Və 2 dənə not yazmaq olar Gəl da. yazaq. Necə yazaq? Məsələn, not belə. Gəl sən dediyində qeydləyək. Müsarizədə bir dənə də not Ah, tıklayacağıq. yazaq. Not. Daxilə nə istəyirsən yazaq. False yazaq. Fərqi yoxdur. Birini yazaq. Düzdür? Aha, tamam. Gəl false yazaq. Aha. İndi bax, heç burada belə deyək də yerinə yetirməmiş. Nə olar səncə? Bax, false. False-u, False. aha. Nə olar indi? Bax. Niyə false çıxdı? Çünki false. False-un əksi nə olacaq? Hə. Yoxun əksi hə. Düzdür bax, Şahin. Bunun əksi nə olacaq ümumiyyətlə? Hə. Hənin də əksi nə olacaq cavab? Yox. Aydındır? Aydın. Əla. Növbəti hissəyə baxırıq indi uşaqlar. Bir dənə də indi bir mən səhifəni açım, yeni bir səhifə açım. Deməli uşaqlar, indi baxırsınız bura. Sizlə qeyd eləmişdim. Əməllər ardıcıllığı qarışıq verilərsə, yadda saxlayırsınız ki, əgər əməllər ardıcılığı ümumiyyətlə qarşılıq verirsə, notdan sonra and, daha sonra ora baxırıq. Baxın. Yadda saxlayırsınız. Olar ki, qarşınıza çıxar. Əməllər ardıcı bu formada verər və qarışıq verər. Qarışıq verəndə ilk öncə birinci nota baxırsınız. Nota baxırıq. Not onun əksidir. Əksindən sonra ümumiyyətlə belə deyim, bu riyaziyyatda belə bir şey var da, düzdür? Məsələn, riyaziyyatda yazırıq, tutaq ki, vurma. 5-i vurursan 4-ə, üzərinə gəlirsən. Bax, o dedi. Uşaqlar, indi düzülür saniyə, internetim gedibmiş. Dərs danışıram mən də bayaqdan öz-özümə. Aha. Deməli. Aha, indi davam edirik uşaqlar, davam edirik, deməli. Və getdi internet. Bu internet zəng eləsən bir də onlara. Davay, yaxşı. Uşaqlar, üzrlü sayın, mənim internetim gedir, ümumiyyətlə evdə bizdə internet gedir, bərbad vəziyyətdədir. Səsim gəlir şagirdlər. Bəli. Çox üzrlü sayın, mənim internetim gedir. İndi zəng eləsin, ora görək nə deyirlər bizə. Üzrlü sayın. Hər gün mən dərsdə təsəvvürün bu vəziyyəti yaşayıram da, ümumiyyətlə. Deməli, baxırıq uşaqlar. Aha. Ekranı paylaşın bir saniyə. Ekranı paylaşın, paylaşmadım. Aha. Davam eləyək. Deməli, uşaqlar, dedik ki, əməllər ardıcılığı necədirsə, həmin onun ardıcılığı şəklində də yerinə yetirmiş olacaq hər zaman. Əvvəlcə tutaq ki, and nədir? Əndi dedim ki, vurma kimi nəzərə alırsınız. Toplamanı da or kimi. Yəni, vurmada necədir? Birinci deyirəm ki, əndi yerinə yetirəcəyik. Ondan sonra oru yerinə yetirərsiniz. Aydındır? Olar ki, qarşınıza çıxar belə tip suallar. Uşaqlar, indi bir dənə də başqa bir tip sual yazmaq istəyirəm. Python-ı düzəldir. Aha, proqramı bir dənə yazıram. İndi diqqətli olun. Yazıram ki, məsələn, A bərabər olsun 1 5-ə. Kiçik rəqəmlərlə qeyd edəcəm. Deyirəm ki, B bərabər olsun. Məsələn, 7-yə. Sonra yazıram ki, A kiçikdir. Məsələn, artıq bu sual tiplərini öyrəşin. İndi baxın, and-nə bir ifadə yazıram. Deyirəm ki, B bərabərdirmi A-ya? Sonra qeyd edirəm ki, yəni, yox, siz deyin bunu. Cavab nə olar uşaqlar? Ortada and var. Bir dənə fikirləşin. Asad bir proqramdır. Bu çox sadə bir şeydir. Deyir 5 7-dən kiçikdir. Nə deyəsən? Deyəsən ki, hə. Baxın. Proqramı işlətməmişdən əvvəl bir bunun izahını verək. Deyir ki, 5 7-dən kiçikdirmi? Deyirəm ki, hə. Hə. Vuraq. Və burada vurmadır. Deyir ki, B bərabərdirmi A-ya? Baxıram ki, həqiqətən də B 7 bərabərdirmi 5-ə? Deyirəm, yox.
Yoxu da baxın, hə mənim üçün belə deyək də, yəni belə deyək. Həni yoxa vuranda elə bilin ki, biri sıfıra vuranda cavab sıfır eləyir də uşaqlar. Sıfırı da biz nə demişdik? False demişdik. Görün aydın olur? False. Proqram bizə false verəcək. İndi proqramı işlətməmişdən əvvəl tam görün, başa düşdünüz neynədir? Əndi gördünüzsə, vurma kimi nəzərə alacaqsınız. Yox, burada and deyilsə mən bura or yazsaydım, o zaman 1 üstəgəl 0 cavab eləyərdi 1 və yaxud da ki 1 yox, yazardım yerə true. Cavabı götürəcəkdiniz true. Aha. İndi gəlin burada mən proqramı işlədim və proqramı işlədirəm, siz bura baxın. Görək cavab neçə olacaq burada. Deməli, indi proqramı işlətsək, hani qələmi götürdüm. Dəqiqə. Aha, indi burada gəlib mən proqramı işlətsəm, cavabı verəcək false. False vermiş olacaq. Aydındır da niyə false verdi? İndi birində mən yazıram. Dəftər qələminizi götürürsünüz və hesablayırsınız. A bərabər olsun 9-a. B bərabər olsun 12-yə. C də bərabər olsun 32-yə məsələn. Sonra yazıram ki, yenə də A böyük olsun B-dən. Or, or. B kiçik olsun C-dən. Sonra and. Bax, indi bunu qarışıq verəcəm. Bayaq dedimə qarışıq. İndi bu ondandır. Not olsun. Yazıram indi C böyükdürmü A. İndi zəhmət olmasa dəftər qələmimizi götürüb bunu hesablayın və proqram hansı cavabı çıxaracaq mənə deyin. Hesablayın cavabı deyin görüm. True olur. Aha. Cavabı neçə tapdınız? Aha, 0 yəni false. Düz tapdısan. Düz tapdısan. Deməli birinci, bura toplamadır, burada vurmadır. Əvvəla baxmalısınız bura not hissəsindən getməlisiniz də. Məsələn, C böyükdürmü A-dan? Baxırsan bura C. 32 böyükdürmü 12-dən? Deyirəm ki, hə. Hə desəm də hənin əksi olacaq, yox. Yoxu nəyə vuracaq? Yoxu vuracaq. Baxın, yoxu vuracaq. Görək nə eləyir burada? Deməli. Aha. Yoxu nəyə vuracaq? Baxın, buranı yendirəm. 32 böyükdürmü 9-dan? Deyirəm ki, hə. Bura hədir. Hənin əksi, bax, buranı aldım artıq yox. Yox, yəni false aldım. False-u deyir vur. B kiçik C-yə. B kiçik C hə deyəcək, yox deyəcək. B-nin qiyməti 12, kiçikdir 9 deyəcəm yox. Yoxu yoxa vuranda zaten yox eləyəcək. Yəni 0-0 vuranda zaten cavab olacaq. Bura olacaq ümumiyyətlə false. False. Bura nə edir? Deyir 9 böyükdür 12-dən. O da olacaq yox. Zaten yoxla yoxu da toplasa cavab olacaq yox. Elə false vermiş olacaq. Kimsə sualı var burada? Sual yoxdursa, keçək siyahılara. Sual əgər yoxdursa. Siyahılara baxıram uşaqlar. Siyahıları qeyd eləmişdim. Artıq bu hissələri bitirdik. Tam başa düşdünüz məncə. İndi keçirəm siyahılar. Bu siyahılar nədir? Siyahıları qeyd eləmişdim ki, siyahılar hər zaman kvadrat mötərizə daxilində göstəriləcək. Yəni, indi siyahılarda siyahının ədədə vurulması, siyahının, əvvəla bura qeyd eləyim. Dəqiqə. İndi nələrlə danışacağım, onları qeyd edirəm bura. Deməli, uşaqlar, indi danışdıq siyahılardan. Siyahılar. Bu siyahılarda nələrdən danışacağım, onları qeyd eləmək istəyirəm. Məsələn, burada uşaqlar siyahının bir dənə siyahı var. Ədədə vurulması 2. Siyahını bir dənə siyahımız var. Siyahının ədədlə toplanması. Aha, toplanması. İndi gəlin hər ikisinə baxaq. Yaxşı, bu dedi ya, siyahının siyahıya toplu vurulması nəsə də, yəni bu haqda indi məlumatlara baxaq. Siyahı vermişəm. Baxın, siyahı ədədə vurulması. Görək o zaman nə olacaq? Bir siyahı yazırıq. Məsələn, deyirəm ki, olsun məsələn 1 vergül olsun 2 bir dəqiqə olsun
Məsələn, 3, 3. Deyirəm ədədə vurmaq. Ədədə vuranda, yadda saxlayın, siyahını ədədə vuranda bu ədəd neçədirsə, özü qədər təkrar edəcək. Baxın indi bura. 1, 2, 3, 1, 2, 3. Siyahını ədədə vuranda özü qədər təkrarlanacaq. Məsələn, bir dənə də siyahı yazıram. Məsələn, deyirəm ki, 23. Aha. İndi yenə yazıram. Ədədə yazırıq, belə yazaq. İndi bir ədədə yenə vururam. Məqsəd nədir? 3-ə vursam, siyahını yenə də ədədə vuranda özü qədər siyahının daxilinə baxın. Özü qədər 3 dəfə gedib yazacaq. 1, 2, 3 dəfə gedib yazmış olacaq. Baxın. 1, 2, bir dəqiqə. Bax, bura oldu 1, bura oldu 2, burada olacaq 3. 3 dəfə gedib təkrarən yazacaq. Bu birinci hal. Siyahı ədədə vurulması. İndi gəlirəm. Siyahını ədədlə toplayanda nə olur? Baxın, yadda saxlayın. Siyahını ədədə vuranda özü qədər təkrarlanır. Siyahı ilə siyahını toplayanda bu sətirlər necə birləşir da, yadda uşaqlar. Sətirlə sətiri toplayanda birləşirdi. O zaman eynilə bu qayda burada aiddir. Necə? Belə deyək də, məsələn, bir yazıram bura. 12, 3 olsun. Burada olsun, məsələn, 4. Kimin nə sual olsa anındaca desin. Deməli, yazıram, məsələn, 1, 6 və 7. Fərqi yoxdur. Bir siyahı yazdıq bura. İndi deyirəm ki, siyahı ilə siyahı toplayanda nə olur? Aha, dedik ki, birləşir. Baxın, 12, 3, 4. Birləşdi. 1, 6, 7 ilə. Deməli, siyahı ilə siyahını toplayanda olduğu kimi qalır. Yəni, olduğu kimi belə qalır. Sadəcə nə edəcək? Birləşəcək. Bu da belə. İstənilən siyahını yazıb birləşdirə bilər. Yəni, bu da siyahının, yəni bunlar hər biri vacib faktlardır. İndi yaxşı, bu haqda danışırıq. İndi gəlin, burada bir əlaqəyə baxaq sizlə. Görək burada necə bir əlaqələr ola bilər. Burada artıq siyahıdan sizdən 2 dənə şey soruşacaq. Bir bunu siyahının siyahıya vurulmasında, bir də siyahı ilə siyahını, yəni ədədlə, belə deyək, siyahının siyahı ilə toplanmasında. Siyahının, bura ədəd yazmışım, siyahının siyahı ilə toplanması. İndi gəlirəm bir məqam yazıram. Deyirəm ki, A bərabər olsun. Məsələn, taxt bir ifadə yazıram, diqqətli olun. 1, 2, məsələn 3. 2 yazaq, bir dəqiqə, 3 yazaq bunu. 3 olsun, 4 olsun və 5, 6. Bəsdir bu qədər. Yazıram indi uşaqlar. Qeyd eləmişdim sizə, bunu keçmişəm. Məsələn, yazıram indi, belə bir maraqlı bir sual yazmaq istəyirəm. 5, qoşa nöqtəni qoyaq. Yazıram -1. Uşaqlar, bu ifadəni sizdən keçmişəm. İndi yadda saxlayırsınız ki, bunları nömrələmək lazımdır. 0, 1, bax necə nömrələyirdi? O formada, indi mən bunun birini izah edeyim sizə. Birini izah edeyim, baxaq. Deməli, burada nə yazacaqsınız əvvəla? Bu başlanğıcdır, belə deyək də. Bu da, bu başlanğıc, bu başlanğıc, bu son, başlanğıc nə idi? Başlanğıcımız yoxdur. Deməli, bu son, bu addım. Burada da bir başlanğıcımız olmalıdır. Başlanğıc olmalıdır, amma yoxdur. Başlanğıc yoxdur. Yəni, hardan başladığı, hardasa başlayacamsa, o yoxdur bizdə. O yoxdur. Deməli, indi burada nömrələsək, məsələn, 0, 1, 2, 3, 4, 5. -1, -2, bura gəlib bir ədəd yazardım. -1, -1, -2, -3, -4, -5, -6. İndi bura baxırsınız, başlanğıcı yoxdur, bilmirəm hardadır, baxın. Ancaq durduğu yerdən, baxın uşaqlar, durduğu yerdən azala gedir. Uşaqlar, məntiqlə yanaşsanız, əgər siz, baxın, məntiqlə yanaşsanız, baxın, siz əgər, baxın, burada 1-də durub, məsələn, başlanğıc deyirəm, yoxdur. Sizcə, siz 1-də durub, azala gedə bilərsiniz bəyəm 6-ya? Hə, ya yox?
Gedə bilməzsiniz. Normalda qayda var da, yəni. Uzaq başı, yəni mümkün deyil. Ancaq bu tərəfə gedə bilərsiniz də, azala-azala getsək. Başlanğıc yoxdur və sonuncu deyir ki, sonda 5-dir. Sonda 5-dir, amma başlanğıc yoxdur, deyir azala-azala getsin. Harda dayanmalıdır? 5-ə qədərdir də, yəni son, zaten 5-in ümumiyyətlə götürməyəcək. Yəni, başlanğıcı bilmirəm. Başlanğıcı burada, hardadırsa oradan gedib başlaya bilərsən. İndi gəlib, indi burada proqram işlətsək, görə qarşımıza nə çıxacaq? Yenə buranı silirəm, tam aydın olsun. Bax, deməyim odur ki, yəni siz əgər biri götürsəniz, bir heç cürə alınmaz. Çünki birdə zaten başlaya bilməz. Aha. Burada indi baxırsınız. Bura gərək mən bir dənə ədəd yazardım. Görüm, burada əlavə eləsəm, boşluq istəmirdim əslində çıxa. Bir dəqiqə, istəmirəm boşluq çıxsın. İstəyirəm bura bir qiymət çıxsın. Sonra onu qeyd edeyim bir dəqiqə. Tam sizə bir ifadə çıxsın. Bir dəqiqə, 7-ni də daxilləsəm, tamam, cavab çıxacaq. 3, deməli 4-ü də, 5-i də, deməli 6-nı da, indi 7-ni daxilləyim. Tam cavab çıxsın. Mənə bir dəqiqə cavab lazımdır. Aha, deməli bunu da aşağı salaq. Deməli A olsun 5 olsun -1. Aha. İndi bunu vursam, bax mən bunu demək istəyirəm. Aha. Bunu da vursaq, aha. Cavabı ne belə çıxartdı? 1. 2-ni yazmamışım. Burada 2. Deməli 1, 2, 3, 4, 5, 6, 7. Aha, ulduz 5, 5 və 1. Aha. -1. Dəqiqə. Dəqiqə 2-ni yazaq bura. Bir dəqiqə. Kopyalayaq bunu. Mən istəyirəm qiyməti çıxarsın. Boş istəmirəm əslində. Aha. Dəqiqə. Görək bir şey çıxaracaq indi. Proqramı quraq. Deməli, başlanğıcı qoyaq. Məsələn, 5. Son orta. Sonu da qoyaq. -1 ilə verək. -1 addımdan geçsin. -1 addımdan geçsin. Və nəticəni bizə... Aha, bax bunu istəyirdim bayaqdan. Bax bunu. Çünki burada 2-ni, baxın. Burada mən 2-ni unudub yazmamışam. Burada da 7-ni yazmamışdım. Deməli, uşaqlar, baxırsınız yenə də bura. -1. -1-dən başlayır. -1-dən başlayır, amma belə deyək də, yəni başlamır əslində. Yəni başlanğıcı bilmirik haradır. Başlanğıcını bilmirsiniz haradır. Sonu 5-də dayanmalıdır. 5-də zaten öz ola bilməz heç bir zaman. Və -1 addımdan azala-azala getməlidir aşağıya. Burada da maksimum bizi ən son çıxartdığı sətir olacaq neçə? 7. İndi gəlin bundan bir dənə də yazaq. Birində yazıram. Mən lazım qiymət çıxarsın. Boş sətir istəmirəm ümumiyyətlə. Deməli, yazıram indi. Məsələn, 2 olsun. İndi bir dənə bu fərqli bir tip yazın. Dəqiqə, bura olsun bir B hərfi. Məsələn, bura olsun. İndi turunu keçdik də sizlə. Yazıram turu. Turunu da keçdik. Sonra birini yazıram indi. Olsun. Deməli, səthi baxın. İndi bir şey yazacağım. Siyahının daxilində siyahı yazacağım. Diqqətli olun burada. Siyahı daxilində siyahı yazıram indi. Məsələn, bura yazaram 2, 3. Vergül olsun. Məsələn, 6. Baxın, siyahı daxilində siyahı qeyd elədim artıq. İndi uşaqlar, burada qeyd edirəm nə? Deyirəm ki, A3-ü qeydin mənim üçün çıxardım verin. A3-ü. 0, 1, 2, 3. Baxın, şagirdlər, burada mən A3-ü istəyirəm. Nömrələyəndə sizcə A3 neçə olmalıdır? Nömrələyəndə, baxın, bu tip ifadələri nömrələyən zaman yadda bir şey saxlayırsınız ki, mütləq şəkildə. Nömrələmə demişdik, hardan başlayacaq? Sıfırdan başlayır da. Baxın, 0, 1, 2. Baxın uşaqlar, siyahı daxil, bax, buranı bütöv şəkildə 3 götürəcəksiniz. Yadda saxlayın. Bunun özü bir dənə ayrıca bir ifadədir ha. Gedib bunun, baxın, bunun daxilini baxın 0, 1, 2, 3, 4, 5 yazaram. Bunun siyahının daxilində bir dənə də siyahı olduğuna görə onu biz bütöv şəkildə götürəcəyik. Baxın belə. Deməli 0, 1, 2, 3. Mən artıq indi gəlib burada proqramı vursam, cavabı mənə verməlidir 23 ilə 6-nı mütləq şəkildə. Görək verəcəkmi? Bəli, verdi. 23 ilə 6-nı çıxarıb bizim üçün vermiş oldu. Yəni deməyim odur ki, gördük ki, siyahı daxilində siyahı varsa, nömrələyən zaman həmin o siyahının özünü bütöv şəkildə götürəcəksiniz. Necə ki, mən indi burada bu formada götürmüş oldum. İndi yenə də səhifəmi dəyişim. Dəyişim səhifəmi.
Aha. Deməli, bu da belə uşaqlar, bu da belə. İndi gəlirik müəyyən başqa bir funksiyaları öyrənməyə. Deməli, uşaqlar, dedik ki, sizlə danışmışdıq ümumiyyətlə ki, len nə iş görür? Len nə iş görürdü? Neynir len? Uzun simvol sadece. Aferin, nə varsa gedib sayacaq. Count nə iş? İndi bunlardan danışacağım, çünki başqa funksiyalarına toxunacağım. Count nə iş görürdü? Sayırdı. Count müəyyən şərt daxilində sayırdı. Hansını desəydim, məsələn, A simvol desəydi gedib sayardı. Nəyi desəydi, özü hər zaman sətirlə işləyəcək, sətirdə verəcək. Gedib orada nə desə gedib sayacaqsın. Len ancaq şərtsiz ümumiyyətlə gedib birdən başlayıb gedib saya-saya gedirdi. Sonra bir də burada Leni deyəcəm, count'u deyəcəm, bir də indeksdən danışacağam. İndi mən dənə-dənə toxunum bunların hər birinə bir daha. Yəni əslində təkrar deyil bunlar, yeni-yeni hissələrdir. İndi işləyirik bunları uşaqlar biz siyahılarda necə işləyir? Bunu mən sizlə sətirlərdə toxunmuşdum. Leni, count'u bilirsiniz sətirlərdə. Amma indeksi indi bax burada deyəcəm ki, indeks siyahılarla işləyir. Baxın indi bir ifadə yazıram yenə də. Deyirəm ki, məsələn olsun yenə də 1 olsun 2, olsun məsələn turunu da qeyd edirəm. Məsələn yazıram turu. Sonra olsun tutaq ki 7 olsun. Sonra sətir tipində verirəm. Tutaq ki bir 7-ni sətir tipində verirəm. Sonra bir dənə yazıram tutaq ki 9 və s. Ədədləri özüm üçün daxil edirəm. İndi mən bunu leni işlədirəm. Leni işlədəndə len neynirdi şagirdlər? Len gedirdi sayırdı. Len gedib sayırdı. Len gedib sayanda bunun daxilində, baxın baba bu ifadənin daxilində, yəni siyahının daxilində nə varsa gedib sayıb bizə verməlidir. Baxırız cavab 6 oldu. İndi baxırsınız 1, 2, 3, 4, 5, 6. Baxırsınız ki, həqiqətən cavab 6-dır. Deməli, len belə işləyəcək. Baxın, len birdən başlayıb sayacaq. Baxın, 1, 2, 3, 4, 5, 6. Daha gedib bu turunu dənə-dənə götürüb saymayacaq. Turunu baxın, vergülə ayrılıb deyib bir dənə bütöv şəklində götürmüş olacaq. Bu oldu len. Len deməli, uşaqlar siyahılarla işləyir. İndi gəlirəm, bir dənə də nümunə yazım lendən. Siz mənə cavabı deyin, ondan sonra davam eləyək. Yenə deyirəm, bir saniyə elə bunu kopyalayayım, atım bura. Davamını yazım bura. Dəqiqə, bunu da silək. Devamını yazaq. Məsələn, indi bura birini də yazıram. Dəqiqə. Görüm, deyəcəksinizmi? Cavabı sizdən istəyəcəm. Cavab neçə olar? Len işlətsəm. 9. Hamısını gedib götürüb nə etməlidir? Gedib götürüb saymalıdır. Bəli, 9. Və görürsünüz, hər birini ayrı-ayrı. Bunların bu böyük görsəndiyinə baxmayın. Dənə-dənə götürməyəcək. Bütöv şəkildə götürəcək. Çünki siyahının daxilində siyahı var. Sonra, bu belə. Aydındırsa, keçirəm indi count-u. Count-a baxıram indi. Count görək necə işləyir. Gəlin yenə də bunu bir yenə kopyalayım. Ataq aşağıya bunu. İndi baxaq. Deyirəm ki, indi uşaqlar. Count demişdik ki, şərtə görə gedib sayacaq. Şərtə görə gedib sayır. Baxaq, bura bir dənə də ifadə daxilim, geçsin, yaxşıca saysın bunları. Bir dəqiqə, qayıdıb yazmaq olmur. Deməli, görüm nəsə 2 dənə eyni bir şey yoxdur burada. Bir dəqiqə, mən bunu işlədim. Başqa bir şey yazım uşaqlar. Çünki oradakı, yaxşı, birini yazım. İstəyirəm 2 dənə, 3 dənə olsun, nəysə. Baxın, count. Şərtə görə gedib sayacaq. Məsələn, şərtə görə gedib indi baxın, artıq burada bir dəqiqə sətir tipində olmayacaq. Count, bax, bura qeyd eləmişəm. Gedib sayırdı. Biz hansını deyirdiksə sətirdə hansı hərfi isə gedib götürüb sayacaq. Məsələn, indi bunu vermişəm. Deyirəm burada, get mənə, məsələn, 2-ləri say. Ədəd, 2 ədədini deyirəm, get say. Get say. 2 ədədlərini gedib sayanda görək bizə neçə çıxaracaq? Cavaba bizə 1 verəcək. Ədəd daha, ədədi gedib sayır. Ədədi. Ədədi gedib sayır deyə cavab neçə olacaq? 1 dənə. Çünki burada həqiqətən bizə dənə 2 rəqəmi var. Söhbət 2-dən gedir. İndi gəlin birini də yazaq. Deyirəm A bərabərdir.
tam aydın olsun sizin üçün yazaram 12. Da yazıram 43. Sətir tipində yazaq 65. Yenə birində yazaq. Məsələn, yenə 3 yazaq. Sonra 9 yazaq. Sonra yenə 3 yazaq. Sonra sətir tipində 3 yazaq. Sonra bəsdir bu qədər. Tamam, bəsdir. İndi yenə də count işlətmək istəyirəm ki, görə count nə iş görəcək. Yenə yazıram count. Count. Count nə iş görür? Deməli, count deyir, get indi, üçləri say. Üçləri say. Üçləri say. Üçləri say deyirəm. Uşaqlar, sizcə cavab neçə olar? 2. Aha, 2. Baxın, indi mən burada, baxın, bəzən olur şagird səhv eləyə bilər. Baxın, bu 3 sətir tipində daha. Mən görsən nə yazmışam bura? Ədədləri deyirəm, get say. Ədədi. Nə istəyirəmsə, onu gedib sayma. Yəni, şərtə görə nə istəyirsə, yəni, count öz başına deyil. Nəyə deyirsə, gedib onu saymaq lazımdır. Uşaqlar, bir də sizə bir məqam qeyd edeyim. Bayaq dedim ki, biz sətir tipini danışanda, əvvəlki dərslərimizdə mən indeks sözü işlətməmişdim, düzdürmü? Ancaq indi, bax, indi bu dərsi izah edəndə siyahılarda indeks. İndeks nədir? İndeks, yəni nömrəsini geri qaytarır. Nömrəsini geri qaytarır. Məsələn, desəm ki, 3-ün indeksi nədir? Söhbət, məsələn, desəm ki, 43-ün indeksi neçədir? Bax, bu 43-ün indeksi 0, 1. İndeks, baxın, budur, bu üstü var, ha. Bu nömrələdiyimizə biz indeks deyəcəyik. Eyni elə bilin ki, bu nömrə var, ha, bax, nömrə. Nömrəyə biz nə deyirik? Nömrə bərabərdir indeksə. Deyirəm ki, 43-ün indeksini geri qaytar. O zaman cavab mənim üçün olmalıdır 1. Desəm ki, 9-un indeksini qaytar. 0, 1, 2, 3, 4. Mənə 4-ü geri qaytarmalıdır. İndi gəlin bir dənəsinə nümunə yazaq, sizin üçün tam aydın olsun. Deməli, uşağa nəticə çıxarırıq ki, əgər indeks desə, indeks nə idi uşaqlar? İndeks nömrəsini geri qaytarır. Məsələn, indi yazsam ki, A nöqtə indeks, A nöqtə indeks, yəni baxın, A nöqtə indeks, A siyahısındakı indeksi deyirəm. A siyahısındakı indeksin, məsələn, indi yazıram, sətir tipində 65-in neyinirəm? Deyirəm, indeksini mənə geri qaytar. Cavab nə olar sizcə? Baxın, 2. 2 niyə oldu? 0, 1, 2. Nömrəliyirsiniz. İndeks dedisə, gedib nömrəliyirsiniz. Bir də kopyalayıram. Sualım indi Şahinədir, sonra Nərminə olacaq sualım. Deyirəm indi A nöqtə indeks, indi olsun, məsələn, sətir 3 olsun. İlk 3. 3-ün indeksini geri qaytar. Buyur. 3 olacaq elə. Doğrudur. 0, 1, 2, 3. Əla. Sonra Nərmin, de görüm, burada 9-un indeksi neçə olar? Neçə qaytarar 9 istəsə? A nöqtə indeks 9 yazsam neçəni qaytarar? Neçəni qaytarar? Baxın, nömrəliyirik. 0, 1, 2, 3, 4, 5, 6. İndeks gördünüzsə, yadda salın, nömrəni qaytarır. Nömrə. Bunun işi nömrə geri qaytarmaqda. Özünü geri qaytarmır. Diqqətli oluruq. Nömrəsini geri qaytarır. 9 desəm, indeksdə burada 9 desə, yəni 9-un nömrəsini geri qaytaracaq. Sonra 12 desə, 12-nin nömrəsini geri qaytaracaq. Cavab olacaq 0. Sonra sətir tipində 3 desəydi, cavabı 6 qaytarardı bizə. Yəni belə. Sual var uşaqlar burada indekslə bağlı. Kimin indekslə bağlı sualı? Count və lenlə bağlı kimin sualı var? Varsa buyurun. Qeyd edin, davam edin. Yox. Yoxsa davam edin uşaqlar. Deməli, indi müəyyən bir yenə də dəqiqə təmiz səhifə açım. Hər dəfə açaq səhifəmizi ki,
İndi başqa bir hissədən danışacağıq. Bax, bu Python belə bir şeydir ki, hissə-hissə gərək yavaş-yavaş danışa-danışa gedək hamısından. Toxunaq hər bir məqama ki, sonra çünki biz proqram falan yazacağıq. Deməli, uşaqlar, indi baxırıq nəyə? İndi sizə deyəcəyim nədir? Əlavə etmək. Yadda saxlayırıq. Əlavə etməklə, yəni əlavə etməyi indi öyrənmək lazımdır. Yəni əlavə etməkləri öyrənirik. Əlavə etmək nədir uşaqlar? Append əlavə etməkdir. Əlavə etmək deyəndə qarşıma iki hissə çıxacaq. Yazıram bura. Əlavə etmək. Əlavə etmək. Əlavə etmək deyəndə ümumiyyətlə Pythonda qarşınıza iki hissə çıxacaq. Əlavə etməklə bağlı. Bir append çıxacaq. Append yazılır. Append. Bir də qarşımıza çıxacaq insert. Yadda bir şeyi saxlayın. Bir şeyi saxlayın. Append hər zaman sona əlavə edəcək. Son, axıra. Sona əlavə edir. Hər zaman sona. Bunun işi əvvəldən deyil. Bunun işi sonlandı. Baxın, məsələn, desə bir siyahı verər. Baxın, belə bir məqam. Proqram işlətməmişdən sonra deyərəm. Məsələn, 3. Desə ki, bir A siyahısı var. A.append məsələn, 30. Bu bilirsən deməkdir. Deyir ki, oxumaq lazımdır buranı. Deyir, A siyahısına 30'u əlavə et. Yeni cavab nə olmalıdır? 5, 9, 3 və 30. Asandır, çətin deyil. Sadəcə bilmək lazımdır ki, append nə iş görür? Append siyahıya əlavə edir, amma ən sona əlavə edəcək. Sonla işləyir. Insert nə iş görür? Insert istədiyimiz yerə nə isə əlavə edəcək. İstədiyiniz yerə. Məsələn, bir dənə bir siyahımız var. 3. Məsələn, istəyirəm ki, A.insert məsələn, sıfıra, yəni sıfırıncı indeksə 5'i əlavə etsin. Baxın, elə bil ki, 0, 1, 2 deyil, uşaqlar. Sıfırıncı yerə 5'i əlavə, 5 eləməyək, yəni 7 yazaq bura ki, eyni olmasın. Sıfırıncı indeksə, baxın, 7'ni əlavə edir. O bunu əlavə edən zaman, baxın, indi gəlirəm 0 harda durub? 0 buradadır da. Baxın, 0 buradadır. Cavab belə olacaq. Sıfırın yerinə 7'ni yazır, 5'i daha sonraya atır. Elə bil ki, gəlib durur onun yerində, durur onun yerində 5'i sürükləyib o dağdan gəlib elə bil ki, bu bağdakını qovur. Gəlib oturur elə başqasının yerində, özünü də qovur. Qovur özündən sağ tərəfə. Hər zaman. Oturur, bax, hansı indeksə desə, həmin gedir indeksin yerində özü oturur, o birisini oradan qovur. Qovur özündən soruya. Evdən çıxartmır. Sadəcə onun yerində oturur da. Belə. Bu da olur insert. İndi gəlin bunu proqramda işləyək, baxaq. Bu necə olacaq? İndi baxırıq bura. Deməli, bir dənə yenə də yazıram, siyahı yazırıq, tutaq ki, deməli, olsun 12, olsun, məsələn, 5, olsun 9. Aha. Bir dənə siyahımız var. Siyahıya əlavə eləmək istəyirəm. Yəni A.append eləmək istəyirəm. Append eləyək. Deməli, append eləyək. Məsələn, altını. Baxaq. Deməli, A-nı da çağırıram. Aha. Mənim üçün verir ki, deməli, append nə eləyir? 12, 5, 9, 6. Hər zaman istisnasız yadda saxlayın ki, append hər zaman sona əlavə edəcək. İndi gəlin yenə də bunu kopyalayaq, ataq. Aha, indi yazaram ki, A.insert burada əlavə eləsin. Məsələn, tutaq ki, əlavə eləsin, məsələn, 6. Görə indi işləyəcəkmi belə? Aha. Baxın, uşaqlar burada dedim, gəlib oturacaq onun yerində, onun özünü oradan qovmuş olacaq. Baxın, indi bu ikisini mən bunun üzərində izah edeyim bir daha ki, sizə tam aydın olsun ki, bu insert nə iş görür? Orada sualımız qalmasın. Deməli, uşağa bir də deyirəm. Append məncə rahatdır. Bura qədər bildiniz ki, append sona əlavə edir. İndi bura baxıram. Insert gəlir, baxır. Burada neçədir? 12, 5, 9 yazmışam da, düzdür? Bax, gəlirəm bura. 12, 5, 9. A bərabərdir. 12, 5, 9. Nömrələyirəm. 0, 1, 2. Baxın, insert indeksə görə gedib baxır.
Gedir indeksə baxır, qarşısına 2 çıxır. Deyir ki, deyir, mən gəlmişəm. İkinci yerdə duranın yerinə məni əlavə et. Gedir baxır ki, ikinci yerdə duran neçədir? 9-dur. Görürsüz? 12-dir, 5-dir qalacaq öz yerində. 9-u qovur oradan. Deyir, özüm oturacam sənin yerində. Sən məndən sonra oturacaqsan. Bax belə. Bu insertdir. Aydın olur uşaqlar. Insert nə iş gördü? Hə, Yəni app'ını biləcəksiniz. Bir dənə inserti tam dərk eləyin. Vəsə, orada artıq sıxıntı olmayacaq. Insert tam dərk olunursa, vəsə. Bir dənə də insert ait bir nümunə yazıram. Insertdən bu qədər bəsdir. Əsas odur ki, sonra öyrənəsiniz. Aha. Birini də yazıram bundan. Sonra bəsdir. Bu hissədən bəsdir artıq. Sən növbətiyə. Bir dənə də yazaq uşaqlar. Bir dəqiqə. İndi qeyd edirəm. Yenə də buranı götürək. Kopyalayaq, vaxtımız getməsin. İndi yazıram deməli. Aha. A.insert. Insert. İndi Nərmin sən də Şahin, sonra sənə bir dənə sualım olacaq. Aha. 3. Əlavə eləyək. Hı -hı. Buyur Nərmin. De görüm. Neçə eləyər səncə? Görüm tam başa düşdün. 12, 5, 9, 9, 8. Aha. Anında çağıraq. Bəli. Əla. İndi növbə Şahindədir. Bir dənə də Şahin sənə sual verim insertlə bağlı, sonra davam edeyim. Deməli. Aha, buyur bunu de. 12, 12, 5, 9, 8. Əla. Düppələm düz. Əla. Başa düşüldü artıq. Məncə burada artıq sıxıntı olmayacaq. İnşallah ki. İndi uşaqlar yenə də ekranı təmizləyək. Buranı bir səhifə açaq. Başlayaq. Növbəti hissəyə keçək. Deməli, növbəti hissədən nələrdən danışacağım? Ekranı təmizləyək. Deməli. Görürsüz, Python həqiqətən çox dərin bölmədir. Aha. Deməli, gəlir indi uşaqlar. Siyahı, hələ ki, bugün işimiz siyahılarlandır. Bugün sizə sətirdən danışmayacağım, ancaq siyahılar. Və siyahılarda nələr var, onlardan danışacağım. Deməli, burada len-dən danışdıq, count-dan danışdıq, indeksdən danışdıq, sonra əlavə etməklərdən, append-dan danışdım, insert-dən danışdım. İndi danışacağım siyahıdan hər hansı bir elementi silmək. Baxın, əlavə elədik. Tamam, bəs yaxşı silmək. İndi yaxşı silməyi öyrənirik. Silmək. Bayaq əlavə elədik, öyrəndik. İndi gəlin silməyi öyrənək. Silmək nədir uşaqlar? Silməyə qarşımıza bir remove çıxacaq. Remove da silməkdir. Remove yazılır. Dəqiq. Aha, biri var remove. Bir də qarşımıza gəlib çıxacaq. Nə? Bir də gəlib çıxacaq del. Del və remove. Elə del sizin o bildiyiniz deldir. Ancaq burada bir dənə mənası olacaq. Uşaqlar, remove nə iş görür? Remove çox konkretdir. Konkret adamdır bu, belə deyin, belə başa düşün. Nə deyirsə siyahı verilib. Məsələn, 5, 4, 3. Məsələn, bir siyahıdır verib. Remove deyir ki, bax, A.remove. Deyir, mənim daxilimə bura məsələn neçə yazmısansa, konkret da bu. Gedib o həmin elementi gedib oradan sən silməlisən. Cavabı neçə çıxartmalısan? 4, siləcəksənsə 5 ilə 3-ü. Cavab olacaq 5, 3. Remove konkretdir. Konkretdir. Konkret işləyir. Konkret işləyir bunun. Nə deyirsə gedib o elementi siləcək. Bu remove-un işidir. Remove belə işləyir. Konkretdir. Nə desə gedib onun özünü, gedib oradan silmiş olacaq. Bu remove. Proqramı işlətməmişdən əvvəl yazacağam. Sonra deli dediyim. Uşaqlar, del də silməkdir. Amma bunun bir fərqi var. Del indeksə görə siləcək. Baxın, indeksə görə silir. Bir dənə yenə siyahı yazıram. Elə bu eynisini yazsam. 5, 4 və 3. Uşaqlar, bu siyahı var əlimdə. Deyirəm ki, del A, bir dənə yazışlara baxın. A, məsələn, 2.
Deyirəm ki, indeksə görə gedib silir. İndeksə görə silirsə, deməli 0, 1, 2. Bu indeksə görə gedib deyir ki, A-da, A siyahısındakı ikinci nömrəli elementi sil. A siyahısındakı ikinci nömrəli elementi sil deyir. Cavab olacaq 5, 4. 5, 4. Del dediyim kimi indeksə görə gedib siləcək. İndeksə görə silir. İndeksə görə. Bu onun indeksini göstərəcək. A siyahısından daxilindəki indeksi göstərir. Gedib hansı indeksdədirsə siləcək. Remove isə hansı elementi desə gedib o elementin özünü gedib silmiş olacaq. İstisnasız. Gedib həmin elementi siləcək. İndi gəlin bu biz proqram işlədək. Tamam. İndi gəlin yenə də bir siyahı yazaq bura. Deyirəm indi olsun A bərabərdir. İndi sualım sizə olacaq. Məsələn, deyirəm məsələn 12. Şahin, indi sualım sənə olacaq. İlk öncə bir siyahı verirəm. Məsələn, deyirəm indi A nöqtə remove. Remove eləyəcəm. Məsələn, deyirəm indi 34. Neyniyəcək bu? Birdən 34'ü çıxardacağım. Bəli. 34'ü yoxa çıxaracaq siyahıdan. Bu olacaq remove. İndi yaxşı bir dənə də yazıram. Nərmin, sıra səndədir. Deməli, indi yazıram ki, A yox, del ilə eləmək istəyirəm. Del olsun. A siyahısındakı 3. Nə deməkdir bu? 34'ü siləcək. Yox. Bax, 0, Aa, yox. 1, Biri sıfırdan başlayır, bəli. bəli. Gördün, 65'i getdi, sildi. 65'i silir. Bəzən çaşdırıcı bir məqam da olur. Məsələn, belə bir ifadə yazır. Bir dəqiqə, beləsini yazır. Aha. İndi bura bir dənə də 3 yazsam. Bir dəqiqə, bura yazaq 3'ü. Qayda bilmədim. Bir dəqiqə. Aha. İndi burada gəlib yenə də del eləsəm. Yenə də del A. Del A. Məsələn, 3 yazsam. Bax, bu o 3-lə bəzən şagird deyir ki, deldə gedib silir. Yəni, bu deyil. Bu 3'ü gedib silməyəcək. Diqqətli olun. Yəni, indeksə görə müraciət edirsə, çətin bir şey deyil yenə də. Sadəcə bir balaca diqqətli olun. Yenə də A-nı da çağırsam, baxın, 12, 43, 34, 5 və 3 olduğu kimi bu formada bizə vermiş olacaq. Görün, aydın olur. Kimin burada sualı var? Kim nəyi başa düşməlisə anındaca qeyd eləsin. Aydındır uşaqlar bu hissələr hələ ki. Əla. İndi deli bildik, remove bildik. Deməli, indi gedirik nəyə? Sort. Hələ ki işimiz, dediyim kimi, bugün ancaq bizim işimiz bunlardan, siyahılardan danışmaqdır. Siyahılarda sonra bir balaca ümumiləşdirib dərsi yekunlaşdıracağım. Bir dənə bunu da deyim, sortu da deyim. Sonra ümumiləşdirərik. Sort. Uşaqlar, sort yenə də siyahı ilə işləyir. Hər zaman, baxın, siyahı ilə işləyir. Hər zaman. Bunun sətrən işi yoxdur. Hər zaman siyahı ilə işləyir. Sort bilirsiniz nə edir? Çeşidli, yəni azdan çoxa doğru düzəcək. Hər zaman azdan çoxa doğru düzür. Azdan çoxa doğru. Çoxa doğru. Məsələn, azdan çoxa doğru deyirəm də, düzdürmü? Elə bunlar tez-tez deyək keçək. Məsələn, A siyahısını götürürəm. İndi bunu mən sort eləmək istəyirəm. Sort nə edəcək? Bax, sort yazıram. Sort. 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 Deməli, sort nə iş görür? Dedik ki, sort sıralayır. Amma necə sıralayır desək, indi A-nı da çağırsam, baxın, 12, 34, sonra 43, 53, 65. Neynədir? Azdan çoxa doğru düzdür. İstisnasız hər zaman sort azdan çoxa doğru düzmüş olacaq. Yadda qalır.
Uşaqlar, bu ədədlərlə olanda rahat şəkildə tapa bilirsiniz. Bəs yaxşı, bunu mən bu formada versəm görüm necə taparsınız. Baxın, indi simvollar düzəcəm. Tutaq ki, yazıram R, olsun A, sonra uşaqlar askı əlifbasına görə düzəcəyik. Sonra olsun, tutaq ki, C, olsun, bir dəqiqə, olsun AA. Bunun öyrədəcəm bir rahat yolunu da sizə. AA, sonra olsun, məsələn, olsun, orta B-ndə yazaq, bir dəqiqə. Orta bir dənə də B ataq. İndi burada yazaq BA. Yəni sətir tipində BA. İndi uşaqlar, gəlin indi bunu siyahımızda qoyaq. Bax, siyahı formasında vermişəm. İndi bunu sort eləmək istəyirəm. Bax, belə ifadələr qarşıda çox çıxacaq. Bəri başdan deyirəm sizə. İndi A nöqtə sort eləməmişdən əvvəl bunu yazıram və saxlayıram burada. İndi uşaqlar, burada nə demək istəyir? Deyir ki, sort elə. Sort nə idi? Azdan çoxa doğru düzmək. Baxın, bu cür ifadəni yenə də həll eləyən zaman əvvəla qarşınıza bir belə bir ifadə çıxmalıdır. Necə? Belə deyək də, uşaqlar, A ümumiyyətlə aski cədvəlində söhbət zaten burada bu asandır. Niyə? Çünki mən hələ ki qarışıq verməmişəm. İndi bir dənəsində qarışıq verəcəm. Burada A hərfidir. Sonra B hərfi. Biz bilirdik ki, oradakı o cədvəldə var ha. A-nın kodu B-dan nə idi? A-nın kodu B-dan, kiçik B-dan kiçikdir. Böyük B-dan, baxın, sətir tipində A böyükdür sətir tipində A-dan. Böyük A-dan da orada bilirdik, keçmişdik bunu. Bəs yaxşı, sətir tipində A-nı versə, böyük deyə bilərəmmi? Sətir tipində B-dən yox. Deməli, bu zaman buradakı işarə belə olmalıdır. Bax, azdan çoxa doğru düzməyi. Və bu formada. Bunu ədədlə də qeyd edəcəm, öyrənəcəksiniz. Birinci nə gəlməlidir burada? Bax, gəl özümüz düzəldəyim. Birinci burada A hərfi var da, düzdürmü? A hərfi. A hərfiyə, baxın, 1 ilə başlasam, A-ya 1 desəm, baxın, burada A var. 1, 1. A hərfini 1 götürürəm. B hərfini 2 götürəcəm. C hərfini 3 götürəcəm. R hərfinə 4 deyəcəm. Baxın, bu mənim özümün qaydamdır. Yəni, şagirdlərə həmişə belə deyirəm ki, tam başa düşərlər. İndi bura baxın, bu 1-dir, bu 1-1 olsa, sonra C hərfinə 3 demişəm, o ardıcıllıqla. B hərfinə 2 demişəm. Burada da B var, burada da 1 var. R hərfinə də 4 demişəm. Uşaqlar, sort eləmək nə deməkdir? Sıralamaqdır da, azdan çoxa doğru düzməkdir. İndi bura baxın, azdan çoxa doğru düzən zaman, gəlin bunu 1, bunu yox, 0 qoyardıq kəş bunu. Azdan çoxa doğru düzən zaman, bir dəqiqə bunu dəyişək bu işarənin burasını, bir dəqiqə, heç belə 1 qoymayaq. Bunu 1, yox, belə yazmıram bunu, bir dəqiqə. Belə yazmıram. Gəlin hərflə deyim, sonra rəqəmlə deyərik, bir dəqiqə. Başınızı qarışdırmayayım indi. Deməli, R var, A var. Deməli, burada birinci gəlməlidir, nə? A hərfi. A hərfinin kodu, dediyim kimi, B-dan kiçikdir. Burada A hərfi gəlir. A hərfindən sonra baxıram görək A hərfindən ilk sonra nə gələ bilər? Sonra 2 dənə A var burada. A, A. Sonra bu ikisi bitəndən sonra gəlir bir dənə B hərfi. B. B-dan sonra C gələ bilməz. Amma B, A var. Elə bil ki, 1, 0 var. Məsələn, yaxud da ki, 1, 1 var. Belə deyəcəm. 1, 1. Və yaxud da ki, 1, 0. Fərqi yoxdur. B, A. Biraz təzədir bunu başa düşmək. İnşallah ki, başa düşəcəksiniz. B, A. B-A-dan sonra baxıram, B ilə başlayan nəsə var? Yoxdur. B bitdi, gəlirəm C-ya. C-ya gəlirəm. C. C. C-da bitir. C-dan sonra baxıram, nə var? R. Deməli, burada bitmiş olur artıq. Bitmiş olur artıq. Bu da belə. Müəllimə, mən indi canlı dərsdəyəm. Yəni, dərsin bitməyinə 5-10 dəqiqə var hələ. Bitsin 5 dəqiqə istirahət ondan sonra sizin linkinizi atacağım, dərsə qoşularsınız.
hı. Üzülü sayın uşaqlar. Deməli, baxırıq. Nə oldu burada? Deməli, A, 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 B, B, A, C və R olmuş oldu. Bu da belə. İndi gəlin proqram işlədək, görək proqram nə verəcək bizə. Mənim izahımdan sonra proqram görək bizə. Aha, baxaq indi. A-nı çağıraq, görək bizə nə verdi. A, A, A. Sonra B. Baxın, B, A, C, sonra da R-i vermiş oldu. Baxın, dediyim kimi, burada qeyri-adi, heç nə yoxdur. Yəni, özünüzü qəti şəkildə qorxutmayın. Sadəcə, ASCII əlifbasına görə başlayırsınız düzməyə. Oldu mu? İndi bir dənəsini də gəlin mən belə qarışıq verim. Və dərsi sonra yekunlaşdıracağım. Çünki sizdən sonra dərsim var. Digər müəllimlərə dərsim var. Deməli, bir dənəsini verirəm qarışıq olsun. Bir saniyə. Deyirəm, yazıram A. Olsun 2. Olsun, məsələn, A hərfi biz qarışıq verək. Tamam. Bunu da verirəm, yox. Deməli, olsun indi 6. Olsun, deməli, böyük olsun. Dəqiqə, böyük olsun. B, böyük B hərfi. B hərfi. İndi olsun bir dənə də olsun A hərfi. Sətr tipində A hərfi olsun, böyük A olsun. Bir dənə də olsun B, C. B, böyük nə yazaq? C. İndi şagirdlər. İndi yox, B-C yazım. Elə gəlin bunu B-A qoyaq. B-A. Şagirdlər. İndi buna diqqətlə baxın. Bu da son. Gələn dərs yenə bunlara baxacağım. Deməli, bunu sort eləsəm. A nöqtə sort eləsək. Aha. Sizcə A nöqtə sort eləsəm, nəticə nə olar? Zəhmət olmasa, bunu indi özünüz yazın görün. Bir yol göstərim yazın. Baxın, ASCII cədvəlində ardıcıllıq belə olacaq. Belə deyək, ən azdan çoxa doğru belədir. Rəqəm, azdan çoxa doğru budur. Rəqəmlər. Sonra gəlir böyük hərflər. Böyük hərflər. Ən böyüyü də kiçik hərflərdir. Bax, ardıcıllıq budur. Bundan istifadə edərək yazın. Kiçik hərflər. ASCII cədvəlinə görə. Onu sonra getdi. Dəqiqə. Aha. Bax, budur. Rəqəm, böyük hərf, kiçik hərflər. Bu ardıcıllıqda azdan çoxa doğru. İndi düzün görün. İki, 6, Hı hı. A, B, B, A, balaca A. Əla. Əla. 2 belə idimi? 2 6 A B B A daha sonra A. Bəli. Ah, əla. Əla, qəşəng. Şahin sən də belə yazdın? Hə, Əla. Uşaqlar, bugünlük bu qədər. Sizdən sonra dərsim var. Həqiqətən yoruldum. Müəllimlərə dərsim var. O yüzden günlük bu qədər. Oldu mu? İndi PDF-ə də göndərəcəm sizə. Yox, bunları atmışam, bilmirəm. Atmamışamsa PDF-ni yığıb göndərərəm. Rövşən müəllimin kitabından göndərəcəm sizə. Çünki dediyim kimi, kitablarda belə deyil, yəni. Amma əlimizdə olan budur. Ən gözəli siz nədir? Mənim bu yazdığımdan hərəsindən bir dənə də olsun nümunə dəftərinizə yazın. İnan Allaha sizə and olsun, Allaha deyirəm ki, köməyinizə çox çatacaq. Həqiqətən. Qısa və lakanik olaraq demişəm. Mənə sualınız varmı? Məncə yoxdur. Hə, uşaqlar? Bir dənə də testlərə baxım, görüm sizə nə test verəcəm, sonra sağollaşaq. Bir dəqiqə. Çıxmayın test dərsdən. Bir saniyə. Açın görüm testlərdən nə var burada. Hələ sizlə. Uşaqlar, bir də sabahlarım 9-da dərsimiz olacaq. Mütləq şəkildə qoşulmağınız vacibdir. Çünki mən həftədə 4 dəfə salmışam ki, dərsi tam yekun sizə keçib qutara biləm.
Çünki Python çox böyük bir hissədir deyə. Hələ biz baxın uşağa bunu götürəcəyik, amma buradan yazmayacağınız. Bax 11.1-i götürürsünüz. Bir dənə burada nəzəriyyəni oxumağa sizə bir dənə hissə atacağım. Nəzəriyyəni oxuyacaqsınız. Bunu atacağım. Çox qısa bir şeydir. Özüm də qeyd edəcəm dərsdə. 11.1-i götürürük. 11.1-i məncə yazdım. Hə, siz yazmısınız deyəsəm bunu. Amma burada uşaqlar bu testi götürürsünüz 11.1-i götürün. 11.1-i bütöv şəkildə götürürsünüz. Bax burada qəşəng maraqlı suallar var. Hər birini qeyd eləmişəm. 11.1-i götürürsünüz. Görək neçə sual var burada. Aha. Uşaqlar 11.1. Sonra 11.2. 11.2-ni götürürsünüz. 11.1, 11.2. Mən baxa-baxa testlərə deyirəm sizə. Baxaq. Find-i demişdim uşaqlar sizə. Demişəm find-i. Deməmişəm. Demişdik. Demişdim. Məncə demişəm. Özüm də error verdim. Nəysə, bax, find. Bunu da götürürük. Find falan var burada. Bəli, hamısını demişəm. Burada çox ciddi suallar var. Sabah çatdıra bilməyəcəksiniz. Sabah təhvil almayacağım bu sualları. Həftənin bazar günü. Həftənin bazar gününə təhvil verəcəksiniz mənə. Həftənin bazar günü deyək də burada. Baxın, insert deyil. Hamısını bugün qeyd eləmişəm. Baxın, hamısı qeyd olunub. Deməli, baxın, 48-ci sualı var. Yaxşı ki, hamısını demişəm. Reverse. Bircə dənə. Reverse-dən olan sualları yazmazsınız. Oldu. Reverse qarşınıza çıxdı, yazmayın. Bax, məsələn, 48-də məsələn reverse var. Reverse nədir? Tərsinə düzməkdir. Bir dənə reverse deyim, siz testi yazarsınız. Çox asandır reverse-də uşaqlar. Reverse qarşınıza çıxacaq. Dəqiqə. Deməli, burada uşaqlar 63 dənə cəmi test var bu hissədə. Bircə dənə reverse qalıb. Reverse-də danışım çox qısa bir şeydir. Deyəcəksiniz, müəllim, mən çəkmirəm. Baxın, uşaqlar, reverse bilirsiniz nədir? Siyahını tərsinə düzməkdir. Olan siyahını tərsinə düzəcək. Məsələn, baxın, tutaq ki, bu siyahı var əlində. Bir dənə kopyalayayım, atım aşağı. Baxın. Baxın, burada reverse nə edəcək? Reverse o işə yarayır ki, A nöqtə reverse, boşluq qoyacaq. Boşluq nə idi? Aha, çağırsam, baxın, reverse budur. Reverse də elə deyim, reverse budur. Uşaqlar, reverse verilən siyahını tərsinə düzür. Deməli, reverse nə edəcək? Baxın, reverse siyahını, bu nişancaq budur ha, tərsinə. Siyahını tərsinə çevir. Vəssalam. Nə olur olsun. Baxın, sortla reverse'in fərqi nədir? Sort azdan çoxa düzürdü. Azdan çoxa. Reverse siyahını tərsinə çevirir. Aha, siyahını tərsinə çevirir. Nə olur olsun. Bir dənə siyahı verəcək. Gəlin bunu da kopyalayım, göstərim. Sağ olaşaq. Bir saniyə bir dənə bunu da göstərim. Tam aydın olsun. Bax, məsələn, bu siyahını vermişəm sizin üçün. Məsələn, bunu da A nöqtə reverse eləsəm. Reverse eləsəm. Aha. Neynədir? 8, 9, 5, 12 deyə belə deyək, tərsinə düzəcək ümumiyyətlə. Azdan çoxa düzmürə, diqqətli olun. Reverse ancaq tərsinə düzəcək. Deməli, şagirdlər, bugünlük bu qədər. Mən o həmin hissədən də, kitabdan da yenə bu hissənin də PDF-lərini eləyib göndərəcəm. Gedib istirahət edirsiniz, informatika ilə ki, baxmırsınız. Sabahlarım saat 9-da dərsimiz olacaq. Mütləq şəkildə vacibdir ki, hər kəs dərsə qoşulsun. Və testləri də təhvil götürəcəm inşallah həftənin bazar günü. Bugünlük bu qədər. Sağ olun uşaqlar, gecəniz xeyrə qalsın. Tamam. Sağ olun. Sağ olun. Sağ olun.